Bugünkü mətnimiz əlifba islahatı mətnidir. Oxuyuruq və sualları cavablandırırıq. Mirzə Fətəli Axundzadənin ömrünün ən yüksək səhifələrindən biri onun yeni əlifba islahatı barəsində çəkdiyi əziyyətdir. O, ərəb əlifbasının çatışmazlıqlarını müəyyən etdikdən sonra yeni bir əlifba layihəsi üzərində çalışmağa başladı. Mirzə Fətəli Axundzadə məktublarında dilimizdə olan səslərin ərəb əlifbasında tam şəkildə ifadə edilə bilmədiyini yazır, yeni əlifbanın inkişaf üçün gərəkli olduğunu bildirir. Qeyd edir ki, bu fikrin İranda və Türkiyədə yayılmasına 15 il sərf etsə də, yeni əlifba ideyasının toxumları yeni nəslin zamanəsində göyərəcəkdir. Axundzadənin fikrincə, ərəblər bu əlifba ilə başımıza bir oyun açıblar ki, onun sayəsində hətta adi savad sahibi olmaq belə bizim üçün ən çətin işlərdən olmuşdur. Yəni, burada nə demək istəyir? Yəni, ərəb əlifbasının çətinliyindən danışır ki, ərəb əlifbası o qədər çətindir ki, yəni, savad sahibi olmaq üçün biz birinci əlifbadan başlamalıyıq da, düzdürmü? Onu belə mümkünsüz qılır bu. Yeni əlifba vasitəsilə bütün türk dünyası az zaman içərisində öz dilində oxumaq, yazmaq imkanına malik olacaqdır. Mirzə Fətəli Axundzadə yeni əlifba islahatını belə əsaslandırır. Ərəb əlifbasında sait səslərə aid hərflərin olmaması, nöqtələrin çoxluğu, hərflərin bitişərək müxtəlif formaya düşməsi nöqsandır. Əlifba xüsusilə tədris üçün yaramır. Çox ağır olduğu üçün bu əlifbanı bəlkə də 3-4 ilə ancaq öyrənmək olur. İlk gündə əlifbanı öyrənmək uşağa riyaziyyatı öyrənməkdən çətin gəlir. Elə buna görə də uşaq bezir və ona nifrət edir. Ərəb hərflərinin türk dilinin səslərinə uyğun olmadığını yazan ədib, xarici dillərdən tərcümə olunan əsərlərdəki yer və ölkələrin adlarının tibbi terminlərində bu əlifba ilə doğru ifadə oluna bilmədiyini vurğulayır. Artıq sizə aydındır ki, mətnimiz hansı üslubdadır? Mətnimiz publisistik üslubdadır. Çünki biz bundan əvvəlki mətni işləmişdik. İkisi də hansı üslubdaydı? Bədii üslubdaydı. Biz artıq mətnləri ayırmağı bacarmalıyıq. Mətnimizin üslubu publisistik üslubdadır. Yadda saxlayaq, bunu da bir kənara yazdıq. O zaman İslam dünyasının ən güclü dövləti isə Osmanlı imperiyası idi. Başa düşürdük ki, əlifba islahatı onun tək başına bacara biləcəyi iş deyil. Problem rəsmi səviyyədə həll olunmalıdır. Əlifbanın nüsxəsi ilə tanış olan Nazir Əli Paşa Mirzə Fətəlinin məramını anlayandan sonra, şu an məram sözünün mənası nə idi? Bizim 5-ci siniflərində sözlərimizdə vardı. Məqsəd, məram, hədəf. 5-ci sinifin sözləri yazıda gəlir. Deyirdim ki, üçünü də öyrənin. Hədəf sözü vermişdim. Qabağına yazmışdım məqsəd. Siz ancaq məqsədi öyrənmişdiniz, məramı öyrənməmişdiniz. Həmçinin həm məqsəd deməkdir, həm də nə deməkdir? Məram deməkdir. Bu sözlər sinonimdir. Görürsünüz, düşürmüş. Sonra, Mirzə Fətəlinin məramını anlayandan sonra deyir, gözəl şeydir. İstanbulda 10 il əvvəl bəziləri bu məsələni başa düşüb bir məclis də təşkil ediblər. Lakin sonra iş yarımçıq qalıb. Odur ki, Axundzadə Osmanlı sarayına doğru yola düşür. Ədib təklifinin xoş qarşılanmadığını başa düşür. Burada sıra pozulub, biz bu sıranı bərpa eləyəcəyik. 24-cü sualda. Gəlin elə bərpa edilmiş şəkildə oxuyaq, həm də 24-cü sualı izah edək. Deməli, uşaqlar, buranı silirəm və avtomatik sizə göstərirəm. Deməli, uşaqlar, deyir, o zaman İslam dünyasının ən güclü dövləti Osmanlı imperiyası idi. O başa düşür ki, əlifba islahatı onun tək başına bacara biləcək iş deyil. Problem rəsmi səviyyədə həll olunmalıdır. Düzdürmü? Deməli, mən birinci gedərəm Osmanlı sarayına, düzdür? Görürəm ki, çıxış yolum Osmanlıdadır. Deməli, odur ki, Axundzadə Osmanlı sarayına doğru yola düşür. 2 ilə başlayıram. 2 ilə başlayıramsa D, B, C gedir. Ya 3 gəlməlidir, ya 1. Deməli, mən Osmanlı sarayına yola düşürəm. Sonra əlifbanın nüsxəsi ilə tanış olan Nazir Əli Paşa Mirzə Fətəlinin məramını anlayandan sonra deyir. Gözəl şeydir, İstanbulda 10 il əvvəl bəziləri bu məsələni başa düşüb bir məclis də təşkil ediblər. Lakin sonra iş yarımçıq qalıb. Deməli, mən saraya getdim, əlifbanın nüsxəsini göstərirəm. 2-1. Sonra ədib təklifinin xoş qarşılanmadığını başa düşür. Elə bil mən saraya getdim. Əlifbanın nüsxəsini deməli, Nazir Əli Paşaya göstərdim. Və sonra başa düşdüm ki, mənim təklifim xoş qarşılanmır.
Təəssüf ki, İstanbul səfərindən ona yalnız könlünü almaq üçün verdikləri Məcdiyə ordeni qalır və axırda da ona bir dənə Məcdiyə ordeni verirlər. Cavab 2-1, 3-4. Düzgün cavab variantı olur Y variantı. 24-cü sualımızda izah eləmiş olduq bu dəmdə. Mətnimiz də bitdi zaten. Ümid edirəm 24-cü sualın izahını anladınız. Yenə deyirəm, birinci saraya gedirəm, nüsxəni göstərirəm nazirə. Sonra başa düşürəm ki, məni xoş qarşılamırlar. Nəticədə mənə bir dənə orden verib yola salırlar. 21. Mətndə çərçivədə verilmiş hissəni, məzmununu əhatə edən xülasəni müəyyən edin. Xülasə nədir? Qısa məzmun. Yəni sən buranı oxudun. Buranın qısa məzmunu nədən ibarətdir? Biz görürük ki, burada ərəb əlifbasının öyrənmədə yaratdığı çətinliklərdən danışır, düzdürmü? Ona görə gəlin baxaq. Mirzə Fətəli Axundzadə əlifba islahatının vacibliyini, mövcud əlifbanın öyrənməsinin çətinliyi, bir çox anlayışların bu əlifba ilə dəqiq ifadə oluna bilməməsi, ərəb hərflərinin türk dili səslərinə uyğun olmaması ilə əsaslandırır. Düz deyir. Sait səslərə aid hərflər yoxdur, nöqtə çoxdur. Bu göstərir ki, ərəb əlifbasını öyrənmək həm çətindir, həm də türk dilində bu səslərin uyğunluğu yaranmır. Və ona görə də tədris üçün uyğun deyil və A düzgün cavab kimi görünür. A-nı saxlayaq. B-də deyir, Avropa xalqlarına üstünlük verərək. Şu an mətndə Avropa xalqlarının üstünlüklərindən zaddan danışmıraq. Yəni bu hissədə bundan söhbət getmir. Ona görə B səhvdir. C-də deyir, Axundzadə elə bir əlifba yaratmaq istədi ki, onun vasitəsilə bütün türk xalqları uzun zaman sərf etsə də, sonunda uzun zaman sərf etsə də niyə ki, türk xalqları üçün asan bir əlifba yaratmaq istəyirdilər. Ona görə C getdi. Axundzadə ərəb əlifbasının müxtəlif sait və samit səslərinin olmamasını. Şu an mətndə sadəcə sait səslərin adı keçir, samit səslərin adı keçmir. Ona görə D-də səhvdir. Y-də deyir ki, ərəb əlifbası üzərində islahatlar aparmaqla ortaq əlifba. Yəni, güya ki, ərəb əlifbasını elə bir hala gətirmək istəyir ki, ərəb əlifbasından türk əlifbası yaratmaq istəyir. Belə bir şey də yoxdur. Ərəb əlifbasından imtina eləyib, yeni bir türk əlifbası yaratmaq istəyir. Və zaten bu hissədə ərəb əlifbasının çətinliyindən danışır. Ona görə bəli, düzgün cavab olur A variantı. Keçirəm 22-ci suala. 22-ci sualımda deyir ki, uyğunluğu müəyyən edin. Deməli, uyğunluğu tapmalıyam və uyğunlaşdırmalıyam. Mətnimin giriş hissəsi əsas nəticə. Deməli, mütərəqqi ideyaların gerçəkləşməsinə olan inam. Harda inanır ki, o gerçəkləşdirə biləcək? Əsas hissədə. Niyə? O deyir, o zaman Osmanlı imperiyasında işıq görür və Osmanlıya gedir, düzdürmü? Rəsmi səviyyədə həll olunmasını istəyir. Bunun üçün hara gedir? Osmanlı sarayına. Yəni, ümidi var, inamı var. Harda? Əsas hissədə. A-nı yazacam əsas hissəyə. A-nı əsas hissəyə yazacamsa C gedir, B gedir, qalanları qalır. B-də deyir ki, həyata keçirilən islahata görə mükafatlandırılır. Uşaqlar, siz B-ni heç yerə yaza bilməzsiniz. Çünki təəssüf ki deyir burada. Baxın, çəhrayı ilə göstərirəm. Deyir, təəssüf ki, yalnız könlünü almaq üçün orden verilir. Yəni, adamın, belə deyək də, islahatı həyata keçirilmir. Orada deyir ki, həyata keçirilən islahat üçün mükafatlandırılma. Başa düşdünüz nə deyirəm? Yəni, B-ni sən heç yerə yaza bilməzsən. A getdi, D getdi, qalır Y variantı. Axı, o Osmanlı sarayına gedir, nüsxəni təklif eləyir. Nüsxənin nəticəsində anlayır ki, onun işinə baxmayacaqlar, onun əlifbasını gerçəkləşdirməyəcəklər. Suyu süzülmüş geri qayıdır yazıq kişi və ona da bir dənə orden verirlər. Nə ordeni? Məcidiyyə ordeni. Yəni, həyata keçirilən islahata görə fikri səhv olduğu üçün cavab olur Y variantı. Gəl digərlərin doğruluğunu yoxlayaq. Yeni əlifba layihəsi üzərində başlanan iş. Baxın, deyir, bir əlifba layihəsi üzərində çalışmağa başladı. Bizim birinci abzasımıza uyğun gəlir. Birinci abzasımız da nədir? Giriş. Deməli, C-ni hara yazacam? Girişə. D-də deyir, maarifçi xadimin əlifba islahatını əsaslandırması. Harda əsaslandırır? Bu çərçivə hissə var. Orada əsaslandırır ki, niyə əlifba islahatı aparmaq istəyir? Ona görə D-ni də yazacaqsınız əsasa. Y-də deyir, layihənin dövlət səviyyəsində müzakirəsi.
Dövlət səviyyəsində müzakirəsi ən sonuncu abzasdır, hansı ki Osmanlı səviyyəsində çıxartır. O da nəticəyə uyğun gəlir deyə yeni hara yazarsan nəticəyə 1C, 2AD, 3Y düppədüz ödədir. Ümid edirəm başa düşdünüz bu sualın izahını da. Keçirəm səbəb-nəticə əlaqəsinə. Deyir, hansı doğrudur? Axundzadə əlifba islahatı yolunda çox əziyyət çəkir. Nəticədə əlifba islahatının İranda və Türkiyədə yayılmasına 15 il vaxt sərf etsə də qeyd edir ki, yeni əlifba ideyasının toxumları yeni nəslin zəmanəsində göyərəcəkdir. Əziyyət çəkməsinin nəticəsində 2 ola bilər sizcə? Yox. Əziyyət çəkir, nəticədə əziyyəti yarımçıq qalır uşaqlar. Tam dəyərləndirilmir. Bax, belə olmalı idi. Əziyyət çəkir, lakin Osmanlı sarayına gedəndə əziyyəti yarımçıq qalır. Deməli, A getdi. Deyir, ərəb hərfləri türk dilinin səslərinə uyğun deyil. Nəticədə nə olmalıdır? Tip terminlərini bu əlifba. Sırf tip terminlərini uyğunlaşdırmağa uyğun gəlmir. Axı, ərəb hərfləri türk dilinin səslərinə uyğun deyil. Nəticədə yeni əlifba yaradılmalıdır. B-nin nəticəsi belə olmalıdır. C-də deyir, əlifba islahatı rəsmi səviyyədə həll olunmalıdır. Nəticədə neyinir Axundzadə? Osmanlı sarayına yola düşür. Bu, həqiqətən doğrudur. Narıncı ilə göstərəcəm. Deyir, İslam dünyasına Osmanlı imperiyasında o başa düşür ki, əlifba islahatı tək başına bacara biləcəyi bir şey deyil. Rəsmi səviyyədə həll olunmalıdır. Nəticədə neyinir? Odur ki, Osmanlı sarayına doğru yola düşür. Düzgün cavab variantımız olacaq C bəndi. Deyir, ərəb əlifbasının sait səslərə aid hərflər yoxdur. Nəticədə nə olur? İkinci onun nəticəsi ola bilməz. Sait səslərə aid hərflər yoxdur. Nəticədə yeni əlifba yaratmaq lazımdır. Nazir məramını anlayır. Nəticədə məclis təşkil olunmur. Nəticədə Axundzadə anlayır ki, onu təklifi xoş qarşılanmır. Ona görə D 7-cidir, düzgün cavab olur C variantı. 24-cü sualda bayaq izah elədik ki, ardıcıllıq 2, 1, 3, 4-dür. Ona görə bu səhifə bitdi. Bu səhifə ilə bağlı kiminsə sualı var, uşaqlar? Ümid edirəm, başa düşdünüz, xeyr yazdığınıza görə. Və keçirəm 25-ci suala. Qəşəng sualdır. Faktdır, ehtimaldır sualı. Mətnə əsasən cədvəldəki yanlış fikirləri seçin. Yanlışdırsa, doğru olan nədir? Faktın altda fakt yazması, ehtimalın altda ehtimal yazması düzdür, deyilmi? İndi mən elələri seçməliyəm ki, fakta ehtimal ya da yanlış düşsün, o birisinə də ya da fakt düşsün. Gəlin baxaq. Deyir, yeni əlifbanın vacibliyinə inandırmaq üçün sərf olunan vaxt. Düzdür, 15 il vaxt sərf eləmişdi, deyir, səhv eləmirəmsə orada. Bu faktdır. Faktın da fakta yazılması düzdür. 2-də deyir, müəyyən qlubunu silək, biraz qələmimi qalınlaşdırım, nəsə çox nəzik oldu elə bir. Bu deməli fakt. 2. Müəyyən zaman ərzində hər kəsin ərəb əlifbasını mənimsəyə bilməsi. Deyir, hər kəs deyir, ərəb əlifbasını mənimsəyə bilir. Belə bir şey var idimi? Yox. Tam tərsi deyir, çətin olduğuna görə savad sahibi olmaq istəyən insanlar belə ərəb əlifbasını öyrənə bilmirlər. Bu, ümumiyyətlə yanlış fikirdir. Deyir, Axundzadənin ordenlə mükafatlandırılması. Orada Məcdiyə ordeni ilə mükafatlandırılırdı deyəsən. Axundzadənin ordenlə mükafatlandırılması. Qoyun baxaq. Verdikləri Məcdiyə ordeni qalır. Oy, bir dənə balacalaşdıram. Axundzadənin ordenlə mükafatlandırılması. 2 yanlışdır. Gəlin, yanlış fikri götürək. 2 olan variantları saxlamalıyam. Oy. 2 olan variantları saxlayıram. A getdi. Bir dənə A getdi. BCD qalır, Y də qalır. Deyir, ərəb əlifbası ilə tibbi terminlərin ifadə olunmasının çətinliyi. Bu mətnə görə faktdır. Ehtimala yazılması faktdır. Ərəb əlifbası ilə deyir, terminlərin ifadə olunmasının çətinliyi. Mətndə elə bir şey var da, düzdür. Bir dənə mətnə baxım. O çərçivədə yazmışdı ki,
Türk dili səslənmə yazan ədib xarici bir şey vardı desən. O bir dənə mətni açım yanımda. Səhifə neçədir? O tərəfə getmək istəmirəm. Çünki o tərəfə getsəm, bu tərəfdə sual itəcək. Cavabla uyğun gəlmir, ona görə belə şaşırdım. Səhifə 200 elə. Aha. Mətni açım. Etalona uyğun gəlmir, ona görə. Deyir ki, 5-də deyir, daha doğrusu 4-də ərəb əlifbası ilə tibbi terminlərin ifadə olunmasının çətinliyi. Burada deyir ki, ərəb hərflərinin türk dilinin səslərinin uyğun olmadığını yazan ədib, xarici dillərdən tərcümə olunan əsərlərdəki yer və ölkələrin adlarının tip terminlərinin də bu əlifba ilə doğru ifadə oluna bilmədiyini vurğulayır. Yəni, tibbi terminlərin ifadə olunmasının çətinliyini də danışır. Bu mətnə görə faktdır. Ehtimala yazılıbsa 4 yanlışdır. 2-4. 2-4-ü seçmişəm. Axundzadədən əvvəl əlifba islahatının çətinlik ucbatından yarımçıq qalması. Bu da mətnə görə, bir dəqiqə görək, çətinliyi nə deyir? Əlifba islahatının çətinlik ucbatından yarımçıq qalması. Deyir, gözəl şeydir. İstanbulda 10 il əvvəl bəziləri bu məsələni başa düşüb bir məclisdə təşkil edib, lakin sonra iş yarımçıq qalıb. İş yarımçıq qalıb, amma çətinliyi ucbatından yarımçıq qalıb. Nə ucbatından yarımçıq qalıb, bunu demir. 5 mətnə görə ehtimaldır. Deyir ki, sadəcə əlifba islahatı yarımçıq qalıb, amma nə ucbatından yarımçıq qalıb, onu demir. Deməli, bu ehtimaldır. Ərəb əlifbasının sait səslərə aid hərflərin olmaması. Ərəb əlifbasına sait səslərə aid hərflərin olmaması konkret mətndə qeyd olunub. Bu da nədir? Faktdır. Ehtimala yazılması səhvdir. Cavab 2, 4, 6-dır. Uşaqlar D variantıdır. Amma burada 25B variantı çıxıb. Ona görə sual səhvdir deyə qənaətinə gəlirəm. Yəni, cavab etalonunda səhvdir. Düzgün cavab D variantıdır. Mətn etalonunda verib B variantı. Ona görə bunu qeyd edirəm burada ki, düzgün cavab D-dir. Bir daha sualın üstündən keçirəm. Deyir, yeni əlifbanın vacibliyini inandırmaq üçün sərf olunan vaxt burada qeyd olunub. 10 ya da 15 il kimi qeyd olmuşdur. Mətnə əsasən faktdır. Faktın fakta yazılması doğrudur. Deyir, müəyyən zaman ərzində hər kəsin ərəb əlifbasını mənimsəyə bilməsi. Bu ümumiyyətlə yanlış fikirdir. Hər kəs ərəb əlifbasını mənimsəyə bilmirdi, çətinlik törədirdi. Yanlışdır. Fakta yazılması yanlışdır. Çünki faktdır demək doğrudur deməkdir. Axundzadənin ordenlə mükafatlandırılması konkret Məcidiyyə ordeninin adı çəkilir. Məcidiyyə ordeninin adı çəkilir. Ona görə bu mətnə görə faktdır. Faktın fakta yazılması doğrudur. Ərəb əlifbası ilə tibbi terminlərin ifadə olunmasının çətinliyi faktdır. Ehtimala yazılması yanlışdır. 4-ü götürürəm. Axundzadədən əvvəl əlifba islahatının yarımçıq qalması var. Amma çətinlik ucbatından yarımçıq qalması olmadığı üçün ehtimaldır. Ərəb əlifbasının sait səslərə aid hərflərin olmaması faktdır. Ehtimala yazılması yanlışdır. Düzgün cavab 2, 4, 6 D variantıdır. Ümid edirəm bu sualda başa düşdünüz. Chatdə nə yazılıb? Mən C yazmışdım. Oy, çıxdım C'dən proqram. Niyə C yazmışdın? C-nin əlaqəsi 3 axı var. Ordenlə mükafatlandırılır. Bax, ay Azərin. Deyə gəlirəm. Məcidiyyə ordeni yazıb bax mətndə. Deyir, təəssüf ki, İstanbul səfərindən ona yalnız könlünü almaq üçün verdikləri Məcidiyyə ordeni qalır. Onun Məcidiyyə ordeni ilə mükafatlandırmasında mətndə fikir var. Bu faktdır axı. Faktın fakta da yazılması düzdür. Cavab 2, 4, 6-dır. Kim 2, 4, 6 yazmışdısa, düz yazmışdı. Mən D variantıdır. Deməli, 26-ya baxıram. Şimdi gəlmədi deyə dairələmişdim. Niyə ki? Düzdür axı, ordenlə mükafatlandırılıb da. 6 konkret səhvdir. Yenə deyirəm, 6 konkret mətndə var. O faktdır. Faktdır. Ehtimala yazılması səhvdir. 2 yanlışdır. Fakta yazılması səhvdir. 4 faktı, yəni ehtimala yazılması səhvdir. Ona görə 2, 4, 6-dır cavab. Və izahını da verdim.
Keçirəm 26-ya. Deyir, yeniliklər çox vaxt əngəllərlə üzləşir. Nəticədə də deyir, Axundzadə bir çox maneələrlə qarşılaşır. Uşaq burada deyir ki, əngəllər, burada da Axundzadənin əngəllərlə qarşılaşması var, düzdürmü? Nə çatmır, nə çatmır? Oxşar olanları silirəm. Oxşar olanları silirəm. Oxşar olanları nədir? Əngəllərlə üzləşir, maneələrlə qarşılaşır. Deməli, mən ikinci fikrə yazacağam. Bəli, aydın, tamamilə doğrudur. Mirzə Fətəli Axundzadə, M.F. Axundzadə yeniliklər etməyə cəhd göstərir. Yeniliklər etmək istəyir. Ya da yeniliklər edir, etməyə cəhd göstərir. Yazsanız daha yaxşı olur. Məndə yer qalmadı. Və nəticədə də ona görə bir çox maneələrlə qarşılaşır. Bəli, doğru yazmışsınız. Tamamilə doğrudur. Aydın oldu. Yenə deyirəm, belə olan halda oxşar olanları silirsiniz. Əngəllər, maneələr sildiniz. Sonra oxşar olmayanları birləşdirirsiniz. Axundzadə yenilik nə? Axundzadə yenilik etmək istəyir, islahat keçirmək istəyir. Ya da yaza bilərsiniz, Axundzadənin islahatlarla bağlı yenilik etmək istəyir. Türk dünyasının əlifbasını dəyişmək istəyir. Yenilik sayılır da o da. Bəli, əlifba sahəsində yenilik etməyə cəhd göstərir. Biraz cümlənin konstruksiyasında düzəlişə ehtiyac var. Əlifba sahəsində yenilik etmək istəyir yazmaq. Yazmaq olar yacan, götürərlər. Gəldim 27-yə. Deyir, altından xətt çəkilmiş sözün qarşılığını qeyd edin və həmin qarşılığı kontekstdəki mənasına uyğun, yəni mətndəki mənasına uyğun, amma mətndən kənar cümlədə işlədərək yazın. Altından xətt çəkilmiş sözümüz göyərəcək, yeni nəslin zəmanəsində göyərəcək. Göyərəcək, cücərmək, məcazi mənada işlətmək olar. Göyərəcəyi. Deyir, qarşılığını qeyd edin. Göyərmək, cücərməkdir. Nə mənada? Həqiqi mənada da, elə məcazi mənada da cücərmək yazmalısınız, konkret. Böyümək yox, cücərmək, göyərmək. Bax, məsələn, deyirəm, səməni göyərt, göyərtmək. Səməni göyərdmək. Neyinirik biz səmənini? Cücərdirik. Yazırıq cücərtmək. Düzdürmü? Qarşılığı oldu bu. Qarşılığını qeyd edin. Bu sual bu hissəsini tapdıq. Deyir, kontekstdəki mənası. Kontekstdəki mənası nədir? Məcazi. Deməli, sən həmin qarşılığı, yəni cücərtmək sözünü məcazi mənada cümlədə işlətməlisən. Məsələn, burada nümunə yazıb ki, azadlıq arzuları hər bir insanın qəlbində cücərəcəkdir. Yenə deyirəm, sözün qarşılığı cücərtmək, həmin cücərtməyi məcazi mənada cümlədə işlətməlisiniz. Baxım yazdıqlarınıza. Böyüyəcəkdir xeyr, inkişaf etmək xeyr, çiçəkləyəcək, göyərmək. Göyərməklə çiçəkləmək eyni şey deyil, Damla. Özünü göstərmək xeyr. Səhvdir. Göyərmək sözünün konkret bir dənə qarşılığı var, o da cücərmək. Səməni göyərtmək, səməni cücərtmək. Çiçəkləmək başqa şeydir. Göyərmək yaşıllaşmaq demək deyil uşaqlar. İndi o yaşıllaşmağı da sən götürüb yaza bilmərsən axı orada mətndə. Məsələn, deyirəm ki, kartoflar da göyərir. Yəni, üstündə tumurcuq şeylər bitirik, filizlənirik. Bax o, göyərir. Əslində yaşıllaşır həm, içi də yaşıllaşır, üstündə də belə tumurcuq şey olur. Amma çiçəkləm. Nə? Azərin, qarşılığını istəyir. Demir, mətndə yerinə uyğun ifadə yaz. Sözün qarşılığını istəyir. Sinonimini istəyir. Göyərmək sözünün sinonimi də cücərməkdir. İlk sıfırınız hayırlı uğurlu olsun. Sıfır aldınız bu sualdan. Sonra gəldik 28. Aha. Üzərinə rəqəm yazılmış sözləri cədvələ uyğun qruplaşdırıb yazın deyir. Burada 28. Deməli, burada qeyd edib deyəcəlin, amma biz yenə də baxaq. Üzərinə bir rəqəmi yazılmış söz hansıdır? 20. Sözləri yazsanız yaxşı olar imtahanda. Çünki müəllimlər orada sözləri görür. Rəqəmləri yox.
Yeni bir əlifba layihəsi. Yeni əlbəttə ki, burada həqiqi mənadadır. Bir nömrəli söz həqiqi mənadadır. Əlifba ideyasının toxumları, ideyanın toxumları məcazi mənadadır. Deməli, bir həqiqidir, iki məcazidir. Hə, üç, sən sözləri deyirsən, görürəm burada, tapacağam. İki deməli məcazidir. Buradan yazım, hardan yazım? Yəni yazıram, bir həqiqi, iki məcazi, sonra üç hanım? Körümdür, tapmadım. Dedim tapacağım. Çərçivədə? İslam dünyası çərçivəsində. Hə, gördüm. Başa düşmək, yəqin düşməyi verib. Burada çünki düşməyin üstündən T yazıb. Deməli, düşmək məcazidir. 3 oldu məcazi. Düşmək məcazidir. Deməli, toxumları ilə düşmək oldu məcazi. Sonra gəlirəm 4 ilə 5-ə. Hə, məramı gördüm, 4-ü də gördüm. Problem həqiqidir. 4 həqiqidir. 5 nədir? Məram da həqiqidir. Deməli, burada çıxır vəbşim. Yeni problem, məram həqiqi. Düşməklə də toxumlar məcazi. Vəşo. Ümid edirəm düz yazmışsınız. Bunu da səhv yazsınızsa da istəyəcəyim yox. Hələ ki, hə. Amma imtahanda çalışın, sözü yazın. Çünki etalonda söz verirlər. Hə, gəldi 29-a. Uşaqlar, mən bayaqları elə ilk cümləni oxuyanda dedim burada nəsə yüksək şey var deyə orada. Yüksək nə bilim nə deyir. Dedim Allah, bu cümlə səhvdir, yoxsa mənə elə gəlir. Sən demə var imiş. Üslubi xətadır və o üslubi xətada 2 dənə söz var. Hardan bildim 2 dənə söz? Burada sözlər yazırsa adətən orada birinci bir dənə deyil. 2 dənədir. Gəlin baxaq mətnin ilk cümləsinə. Deyir, Axundzadənin ömrünün ən yüksək səhifələrindən biri onun ən parlaq səhifəsi olar deyə düşünürəm. Daha yəni məntiqli olar. Necə? Ömrünün ən gözəl səhifələrindən biri. Olar. Yox, hə. Bir dəqiqə. Səhifəni dəyişməli deyildiniz. Səhifə okeydir. Məcazi mənada işlədib də səhifənin nə problem var? Amma yüksək səhifə orada ödəmir. Bir burdadır uşaqlar. Bir də deyir onun yeni əlifba islahatı barəsində. İslahatı barəsində yox, islahatı uğrunda çəkdiyi əziyyətlərdir. İslahatı yolunda, islahatı sahəsində, yeni əlifba islahatı sahəsində daha çox oturur. İslahatı uğrunda. 2 dənə söz dəyişməliydiniz. Görüm chatdə nəsə yazıbsınız. Parlaq və əhəmiyyətli olar. Ən vacib səhifəsindən biri. Olar, məncə, önəmli olar. Həyatında çəkdiyi əziyyət? Yox, oralar səhvdir. Yüksəyin yerinə parlaq, okey. O birisini düzəltməmisiniz deyəsən. Aydın, yazdığın uyğun gəlmir axı. Sən sadəcə belə necə deyim, məzələnməyə yer axtarırsan, amma mətnlər məzələnmə yeri deyil. Yəni imtahanda da dim yoxlayanda onda da sənlə məzələnəcəklər. Yəni bunu normal 11-ci sinif, 17 yaşında uşağın düşüncəsi deyil də. Yəni gətirib sən ora necə bomba yaza bilərsən? Yüksəyin yerinə necə gətirib bomba qoya bilərsən? 2 dənə söz dəyişilməlidir. Etalonda da eynisini yazıb. Deyir, ömrünün ən yüksək səhifələrində yox. Yazırsan ən parlaq. Mən parlaq deyirəm. Məsələn, etalonda parlaq çıxmayıb. Ən parlaq səhifələrindən biri. Burada yazıb ən maraqlı, ən rəngarəng. Okey, rəngarəng, maraqlı, parlaq. Ömrünün ən gözəl səhifələrindən biri. Olar. Yəni, yüksək oturmur burada, anam, bacım, qardaşım. Oturmur yüksək. Yüksəyin yerinə olmalıdır. Maraqlı, gözəl, rəngarəng. Hətta ən çətin səhifələrindən biri deyə bilərsiniz. Ən keşməkeşli səhifələrindən biri deyə bilərsiniz. Düzdürmü? Bir də barəsində sözü səhv işlənən qoşmadır. Onun yerində uğrunda olmalıdır. O ərəb deməli, əlifba islahatı uğrunda çəkdiyi əziyyətlərdir.
uğrunda, yolunda belə yazılmalıdır. Və s. təbii ki, qeyd olunub və s. hər şey ola bilər. Всё. Haqqında qoy görək. O biri onun yeni əlifba islahatı haqqında çəkdi. Haqqında çəkdiyi olmur, yox. Barəsində ilə haqqında deməkdir də. Barəsində demirsə haqqında da demir. Deməli onun yerinə başqa söz olmalıdır. Bu tip suallar çətin sualdır. Yəni əvəz eləmək çətin düşür. Elə şeylər hələ qabaqda elə mətnlə işləyəcəksiniz. Yəni yatsaz yuxunuza girməz də o səhv. Çox qəşəng, çox qəşəng. Yəni qəşəng sualları var. Amma yəni görəcəksiniz imtahanda, burada gördüyünüz sualları imtahanda da görəcəksiniz. Gəlin 30-a da baxaq. Vaxtımızı çünki az qalıb birinci mətnin, yəni Zoom link atacaq. 30-cu sual. Bilirik ki, 1.32 falan görürüksə, mənim sevdiyim qanunvericilikdir bu. Və Azərbaycan Respublikasının qanunu yazıb. Qanun yazıbsa bunun üslubu olur. Rəsmi, işgüzar üslub. Amma xüsusiyyətlərini deyir müqayisə ilə. Rəsmi işgüzarla biz əsas mətnimizi dedik ki, hansı üslubdadır? Publisistik. Müqayisə eləyəndə publisistikə yazırıq. Kifayət qədər dediyim 3 cümlə var. Publisistik üçün qeyd eləyirəm. Buradan kvadrat çəkəcəm və üstündə qeyd eləyəcəm. Deməli, əsas mətnimizin üslubu olacaq publisistik. Nədir? Xüsusiyyətləri yazırıq, deyilmi? Əsas mətnimin çox xüsusiyyətlərimi yazıram. Kütləvilik, publisistikin olmazsa olmazı. Kütləvilik. Sonra xalq danışıq dilinə yaxınlıq. Əgər bədii deyilsə növbəti mətnin xalq danışıq dilinə yaz. Xalq danışıq dilinə yazamadım sözü. Dilinə yaxınlıq. Sonra bir də həmişə dediyim bir cümlə var. Aydınlıq, anlaşıqlıq. Belə də yaza bilərsiniz. Aydınlıq, anlaşıqlılıq, anlaşıqlılıq və ictimai təfəkkürün təzahür forması. İctimai təfəkkürün təzahür formasıdır. İstəyirsinizsə screen eləyərsiniz bunu. Təzahür formasıdır. Publistika bundan artıq nə deyim tamən? Bəli. Orta məcazi mənalı sözlər var. Yox, başa dön. Sən yazsın bədii publistik. Okey. Mən səndən razı. Məcazi mənalı sözlər var deyə bədii publistik. Amma mən onu sadəcə yazmışam. Siz üslub xüsusiyyəti deyəndə sırf publistikin xüsusiyyətini yazın. Bədii publistikin yox. Məcazi mənalı sözlərdən istifadə konkret bədiiyə aid xüsusiyyətdir. Yəni siz bilin ki, ümumiyyətlə publistikin 3 dənə növü var. Bədii publistik, rəsmi işgüzar publistik, deyilmi publistik. Amma bunları mala qatmayın. Prosto publistikin şablon 4 dənə xüsusiyyəti var. Kütləvilik, xalq danışıq dilinə yaxınlıq, aydınlıq, anlaşıqlılıq, ictimai təfəkkürün təzahür forması. Və hər zaman düz çıxacaq kütləvilik yazanda biz siz niyə deyirəm? Məsələn, xalq danışıq dilinə yaxınlıq, bədii ilə müqayisə eləsən, bədii də xalq danışıq dilinə yaxındır. Ona görə o riskdir. Risk olmayan 2 dənə fikrim var. Kütləviliklə ictimai təfəkkürün təzahür forması. Bunlar heç vaxt risk eləməyəcək. Yəni sənə heç vaxt risk atmaz. Çünki yalnız publistika aiddir, başqa da heç nəyə aid deyil. Yəni nə yazırsan yaz. Kütləvilik başda olsun, bir də ictimai təfəkkürün təzahür forması. Hər zaman doğrudur. Aydındır. Bu oldu əsas mətnimizin xüsusiyyəti. Qayd eləyin, mən eləyirəm. Nədir? Keçirəm o birisinə. Silirəm. Pozanımı götürüm silimdə. Hamısı getdi. Nəysə. Və qeyd eləyirəm. Bir dənə də götürək. Rəsmi işgüzar üslubun xüsusiyyətini. Rəsmi işgüzar. Rəsmi işgüzar üslubun xüsusiyyəti deyəndə uşaqlar.
Bəzən göndərərsən Aydın. Bəzən səhv çıxır. Məsələn, arxaik leksika yazıb uşaqlar götürmürlər onu cavabda. Məsələn, sınağa gedirlər kainata, arxaik leksikadan istifadə yazırlar. Düz gəlmir. Yazırsınız ki, rəsmi şüza üsluba vahid quruluşa malikdir. Vahid quruluşa malikdir. Normallığı möhkəm. Normalda belə yazmaz. Normallığı möhkəm. Sintaksisi məhduddur. Sintaksisi. Yəni ki, konkret sözlərdən istifadə olunur da, şablon sözlər. Normallığı möhkəm dedim, möhkəm sözünü yazmadım. Normallığı möhkəm. Buradan yazıram. Möhkəm. Sintaksisi məhdud. Bəli. Normallığı möhkəm, sintaksisi məhdud. Normallığı möhkəm nə deməkdir? Yəni, burada norma pozuntusuna rast gəlməzsən rəsmi şüza üslubda. Sintaksisi də məhduddur ona görə ki, məsələn, ərizənin konkret bir yazılış forması var. Nə bilim, konstitusiyanın, qanunun konkret bir yazılış forması var. Bir də uşaqlar, standart forma. Standart formadan istifadə. Ərizənin də öz standart forması var. Aktın da öz standart forması var. Arayışın da öz standart forması var. Hər şeyin öz standart forması var. Vahid quruluşa malikdir, yəni konkret bir quruluşu var. Normallığı möhkəm, sintaksisi məhduddur. Elə vahid quruluş standart forma deməkdir. Bəli, rəsmi şüza sənədlərini dildə yazmaq olar. Aydın oldu. Xüsusiyyət deyəndə çalışın xüsusiyyət yazın. Bunu da skrin eləyin. Göndərəsiniz. Aydın oldu. Bu da sizin üçün 30-cu sual. Bu da bizim birinci mətnimiz. Bu da yekunlaşdı.